Hamıya salamlar dostlar, sen də mən Roş. Bugün çox çılğın və adrenalinli bir video ilə sizin qarşınızdayıq. Hal-hazırda mənim sağ tərəfimdə Qarabağ atımız var və sol tərəfimdə isə İngilis atımız var. Bu atlarla Çingiz Pəhlivanın qollarını bağlayacaq bu atlara. Bəli, yenə də Çingiz Pəhlivanla Roş bir araya gəldisə, bilirsiniz ki, manyak bir dənə video çıxmalıdır ortaya. Bundan əvvəl bilirsiniz ki, Çingizi yanan bir tabuta atmışdım. Daha sonra maşının altında, Niva maşının altında əzi yüzü eləmişdim. Xotda ya xotda! Savayana! Getdi! İndi isə atlarla onun qollarını yerindən çıxardacağım. Kesilsin! Biraz bileğinden yukarı. Sol kolu. Biri senden aşağı. Sağ ayağını. Bir karış topuğundan yukarıdan. Neyniyə qardaş, bu adam özü istəyir də, bu manyakdır. Bu deyir ki, mənə Roş ən ağır missiyaları ver, mən də verirəm. Deməli, oyunumuz nədən ibarətdir? Çingiz Pəhlivan atın birini bu qaydada, birini isə bu qaydada saxlayacaq, uzun bir trosla, kəmərlə və atlara eyni anda maksimum güc veriləcək. Görək Çingiz Pəhlivan atları saxlaya biləcəyimi. Bəlkə də Çingizin qolları yerindən çıxacaq, bilmirəm. Amma bu videonu biz çəkirik. Hazırsınızsa biz başladıq. Başlıyoruz, hazır mısın? Aha, Çingiz. Aç, yatmaq vaxtı deyil, ha. Pəhlivan. Ha, dur. Ne dur ya? Necə nə dur? Ne olub, yenə nə şou hazırlamısan? Yatmağa gəlmirsən bura, yoxsa rekord qırmağa, Çingiz? Yenə nağarım, neynəməyimi istəyirsən, de görək. Bax, Ha. tabutda səni yandıran mədim. Aha. Maşının altına qoydum, ölmədin. Qardaş, bu 40 canlıdır, nə deyirlər, 50 canlıdır, nə deyirlər, niyə ölmürsən, neysən, öl də da. De görəkdə nağaracam indi, yandırəm başı, nağaracam. Rekord qırmağa hazırsan. 120%. Davay, dur. Dur. Ay. Atlar da səni gözləyir. İndi deyəcəksiniz ki, bəlkə də zəif atdır, nə bilim nə. Amma Qarabağ atının namını durmayan qalmayıb ha dünyada. İndi atların necə güclü at olduğunu sizə göstərək. Ondan sonra görək Çingiz Pəhlivan daha güclüdür, yoxsa bu atlar. Ağlın maşına getməsin. Sən deyirsən ki, qazı ver. Mən deyəndə qazı ver. Amma ata onu demək olmur, qazı ver. Ata bir dənə muşqurursan, at rubokla vurur. Yəni orada sən risk altına. Mən özüm bura riskə çox təhlükəli. Yəni vurub səni qolunu üzüb ata bilər. Yəni onun talçoku çox güclüdür. Yəni yenə deyirəm, bax sonra nəysə bir şey olsa. Yox, biz zaten bunların hamısını fikirləşmişik və Çingiz bütün sənədlərə imza atıb. Çox vaxt itirmək istəmirəm. Müsaqidə şahid olaq bu səhnənin. Getdik. Mən risk eləmirəm, öz deyim. Getdik. Mən bu oyunda yoxam. Burada artıq bir rekord qırılacaq. Hamı hazırdır mı? Atlar hazırdır. Çingiz Pəhlivan, hazırsan? Hazırım. Allah sənə güc qüvvət versin. Hər kəs diqqətli olsun. 1, 2, 3, start! Çingiz! Bəli, bu bir artıq rekorddur. Rekord, baxın dostlar. Dəhşət, 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 dəhşət. Belə şey yoxdur. Çünki sən necəsən, yaxşısan qardaşım? Wow, 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 getmə, 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 getmə.
Səni təbrik edirəm. Səni təbrik edirəm. Hamı alqışlasın. Vüsal gəl. Yoxlayır. İndi Vüsal deyir ki, mən də yoxlayacağam. Görək Vüsal onu eləyə bilər. Yox, Vüsal. Bacarmadı. Sən özünü odun içinə atırsan dədəmizə. Bu Roş səni bura öldürməyə gətirib. 100% Roşun. Ay bunu sağlam ol. Ay qolu ki mən də kənd uşağım. Azdan sonra da mənə vallahi həqiqət edirəm. Gözüm aslında idmanla məşğulam. Amma yəni siz saniyə alınma deyə belə. Qardaş sən doğrudan halal olsun. Mən şəxsən şokdayam da. Yəni fəxr edirəm ki, Azərbaycanın yəni belə pəhlivan olanları var. Sən ki bu Qarabağ atlarına qalib gəldin. Həqiqətən sənə mən şübhəm yox idi sənə. Mənə görə Azərbaycanın bir nömrəli pəhlivanı Çingiz pəhlivandır. Mənim üçün heç bir fərqi yoxdur, heç bir tərəfkeşliyi yoxdur. Əgər hansısa bir pəhlivan düşünürsə ki, bu hərəkəti təkrarlaya bilər, mənə bax elə indi Instagramda direkt yazsın, gəlsin, biz ona hər cür şərait yaradaq, onu da çəkər xalqa tanıdaq. Sizdən çox xahiş edirəm. Bax, bu qədər əziyyət çəkirik. Bir dənə abunə olmağı bizə çox görməyin. Bizə də like qoyun. Bu qədər əziyyət çəkirik. Videoya heç 100 min baxış gəlir. Ayıbdır Allah. Bunu ermənilər çəksə, yenə bir hansısa başqa bir millət çəksə, onların milləti ona nə qədər like qoyar. Amma bizdə niyə belə az gəlir bilmirəm. Amma düşünürəm ki, idmana, pəhlivana, əziyyətə qiymət verənlər bu videonu qiymətləndirəcək. Vüsal, Videonu paylaşın. WhatsAppda dostlara paylaşın. Like tək qoymasınlar. Paylaşın ki, video kəşfətə düşsün. düzdür. Uğurlar davamlı olsun. Kimsə də gəlib bax burada bu atlarla atı çapmaq istəyirsə, şəkil video çəkdirmək istəyirsə, bir sözlə atla bağlı kimin nə qulluğu varsa bu nömrəyə, Vüsal nömrəsinə zəng eləyə bilər. Düzdür? Düzdür. Okey. Sizə də videonun sonuna qədər baxdığınız üçün təşəkkür edirəm. Sağ olun. Görüşərik.